Səhər yeməyimi yedim. Buraları sərgiyə saldım. Bir neçə gündür qızım yoxdur. Astaradadır. Orada bir ailəvi dostumuz vardı. Mülküdən. Onlar da qalmağa gedib. 2-3 gün yoldaşımın orada toplantısı vardı. Qızım da ondan qoşuldu, getdi. Oğluşumla mən baş-başayıq. Bugün artıq 3-cü gündür ki, bir yerdəyik, baş-başayıq, ana-bala. İnşallah bir gün axşam artıq qayıtmalıdırlar. Düzdür, o ailənin qızları böyükdür. Bir universitetə hazırlaşır, biri 9-u bitirib. Amma yenə də Əminə ilə çox mehribandılar. Əminə də onları çox istəyir. Həm də oradakı müəlliməsi üçün də çox darıxmışdı. Getdi onları da görsün. Belə. Bilməyənlər üçün biz il yarım Astaradada yaşamışıq. Qusara yeni köçmüşük. Hardasa fevral ayından artıq buradayıq. Bu da mənim motumdur. Oynayır. Heç çok. Ne edirsən? Əynin giyin də aşkım. Paltarları giyin. Sevirəm səni. Git. Sen izleyicilerine çaysan. Hə. Əynin paltarını giyin. Oyna. Axşama toyuğun döşətindən dolma hazırlayıram belə. Neçə gündür kürəyim döşətindən dolma istəyirdi. Balaca olanda mamam tez-tez eləyərdi. Çox dadlı olur, xoşuma gəlir. Elə normal qiymə ilə necə eləyirsinizsə, bu da elədir. Döşəti, soğan, göyərtilər, baharatlar, düyüsü, yağı. Bizim belə. Bükəcəm, qoyacam bişməyə. 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Ay, ben şurada geliyorum. Geliyorum. Abi. Atlarımızı duydum mu? Oranın kafesi çok pisliği. Çok tuzluydu. Çok olanlar çok yaşadı. Niye? Tamam diye. Sen gelecek için okuyordun.
yox ama gözdə. Yanında arı. Motosiklete binerim. Sen motosiklete binersin. Motosiklet. Yaxşı da içəri girək, bacı baxsın sonra. O da elə modeldir də. Derle her köpene böyle. Yedim. Bak bir de bana. Hadi. Yok, valla ona böyle sen. Oraya yok. Oraya yok işte valla. Bir anlığına 50.000 lira gördüm dedim.